İşəgötürən işçi ilə əmək müqaviləsi bağlayarkən öz imkanı hesabına işçiyə qanunverici işdə, kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən əlavə şərtlər də müəyyən edə bilər. Məsələn, müqavilədə işçiyə əlavə əmək haqqı, habelə əlavə məzuniyyət verilməsi əksini tapa bilər. Yaxud işçi üçün qısaldılmış və ya natamam iş vaxtı müəyyən edə bilər. Bütün bunlar əmək şəraitinin əlavə şərtləridir və qanunvericiliklə məhdudlaşdırılmır. Eyni zamanda işəgötürən tərəfindən işçi üçün əlavə fərdi sığorta məbləğinin, sosial yardımların və s. müəyyən edilməsi də qeyd edilən əlavə şərtlərə daxildir. Bu əlavə şərtlərin dairəsini, nə qədər müddətdə qüvvədə olmasına, istifadə qaydalarına dəyişdirilməsini də işəgötürən və işçi özləri müəyyən edir. Məsafədən iş formasında yerinə yetirilən işlərlə bağlı olaraq da əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və əmək müqaviləsində əksini tapır. Əmək hüquqlarınızı öyrənin və tələb edin.